Fəridə Qurbanova. Tağıyev filmində Tağıyevin ikinci və sonuncu həyat yoldaşı Sona Tağıyevanı canlandırmışam. Salam, mən Dəniz Tacəddin. Tağıyev filminin 3-cü hissəsində Hacı Zeynalabdin Tağıyevin gəlini, İsmail Tağıyevin həyat yoldaşı Nurcihan Ərəblinskini canlandırmışam. Mən belə bir şey eşitmişdim ki, Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyevlə bağlı layihə çəkməyə hazırlaşır. Gah deyirdilər 4 bölümlük olacaq, deyirdilər 8 bölümlük, kimsə deyirdi 12 bölümlük. Yəni şayələr fırlanırdı belə, amma dəqiq bir məlumat yox idi. Daha sonra kasting mərhələsi başladı və məni Reyhan İsayeva dəvət elədi kastinqa. Elə Bakı Media Mərkəzində kasting xatırlayıram ki, rejissor Zaur Qasımlı ilə necə keçmişdi. Mənə göndəriləndə mətn, bacardığım qədər çalışdım bu obraz haqqında daha çox məlumat toplayım. Amma təəssüf ki, internetdə, Wikipediyada Nurcihan Ərəblinski haqqında məlumatlar az idi. Ona görə bacardığım qədər onun ailəsi ilə bağlı, valideynləri ilə bağlı, İsmail Tağıyevlə bağlı, belə deyim, əldə edə biləcəyim bütün məlumatları əldə eləməyə çalışdım ki, haqqımda ən azından Nurcihan Ərəblinskinin bir psixoloji portreti yaransın. Daha sonra elə göndərilən ssenari əsasında biz video sınaq çəkilişləri elədik və gördüyünüz kimi mən artıq buradayam. Mənim də hər hansı bir məlumatım yox idi. Yəqin ki, bu layihənin gizliliyinin qorunub saxlanması ilə əlaqəli idi. Amma çox detal vermədən kiçik bir etiraf eləməliyəm ki, mən bu layihənin kasting mərhələsində əslində Dəniz sayəsində iştirak eləmişəm. Çox maraqlı belə bir hadisə baş verib ki, demək kastinglə bağlı elan yerləşdirmişlər. Çünki axtarırdılar Sona Tağıyevanı ki, Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşının sevgisini axtarırlar, tapa bilmirlər. Və bu kastinqi də elə sevirəmsə Reyhan paylaşmışdı öz səhifəsində. Mən də hər zaman kastinglər görəndə öz storyimdə paylaşıram ki, bəlkə kiminsə bu filmdə yer almasına, çəkilməsinə səbəbkar olaram, nə xoş mənə. Və bunu mənə çəkilişdə Fəridə danışanda necə sevindim. Çünki Fəridənin xətrini çox istəyirəm və hətta bu layihədə iki bacını oynamağımız, bu qədər xoş, gözəl işbirliyimizin olması məni çox sevindirdi. Üçüncü seriyanın oxuma məşqlərində özdə mən burada oturmuşdum, sən də burada oturmuşdun biz. Xatırladım, bütün aktyorlarla yığışmışdıq, belə dəyirmi şəkildə əyləşib bir bölümü oxuyurduq. Mənim üçün sevindirici oldu, çünki biz Dənizlə heç vaxt işləməmişdik birlikdə. Amma bu layihədən öncə bir-birimizi tanıyırdıq, 2018-ci ildən deyəsən bir-birimizi tanıyırıq. Və Dənizi həqiqətən o qədər çox istəyirəm ki, mənim üçün dəyərli bir insandır. Ona görə birlikdə tərəf müqabili olmaq da başqa bir xüsusiyyət qatdı mənim üçün. Çox sağ ol, qarşılıqlıdır. Mən bu haqda düşünmüşdüm elə, yəni bu rola hazırlaşanda, onların ailə münasibətlərinə baxanda fikirləşirəm ki, burada əsas psixoloji amillər var ki, Nurcihan Ərəblinski ailənin ilk övladı idi və adətən ilk övlad olanda böyük məsuliyyət ilk böyük uşağın çiyinlərinə düşür. Mən hətta Sona haqqında düşünəndə mən düşünürdüm ki, Nurcihan Ərəblinski üçün bilinir ki, əgər ailəsinə çox bağlı insan idisə, valideynlərinə bağlı idi, həyat yoldaşına, yəni bu insan üçün ailə dəyərləri çox önəmli idi. Demək ki, o Sonaya da nəinki öz kiçik bacısı kimi, hardasa hətta qızı kimi də baxırdı, övladı kimi də baxırdı. Çünki məsəl üçün ola bilərdi ki, anası onlar az yaşları olanda Sonanı Nurcihana həvalə edib getsin ki, bax qızım, mən gedirəm, bacın sənə əmanət. Yəni istər-istəməz uşaqlıqdan bu vərdişlərin formalaşması Nurcihanda hansısa böyük bacı kimi Sonaya görə bir daimi məsuliyyət hissi daşımasına səbəbkar olmuşdu. Ona görə düşünürəm ki, orada daha belə fundamental, daha dərin psixoloji bağlar var idi. Məncə, bəlkə də Sona bütün bu qayğıları özünə çərçivə olaraq görüb, ona görə də
artıq nəfəs alma ehtiyacı hiss eləyirdi. Bəlkə də bundan yaranırdı ikisinin arasındakı fərq. Düşünürəm ki, Nurcahanın Sona ilə fərqli cəhətləri ondan ibarətdir ki, Nurcahan daha konservator idi. Yenə də az əvvəl də qeyd elədiyim kimi, o böyük bacı idi deyə daha çox belə ağırlıq, məsuliyyət onun çiyinlərində idi. O hər şeyi çərçivədə düzgün, ağıllı qız kimi görməyə çalışırdı. Psixoloji baxımdan isə ailədə adətən belə olur. Əgər bir bacı ya bir qardaş bir xüsusiyyətlərə, bəlli bir xüsusiyyətlərə malik olurlarsa psixoloji baxımdan, digər bacı seçilmək üçün onun tamamilə əksini etməyə çalışır. Mənə əgər bizim ailəmizdə də Nurcahan əgər daha dəqiq idisə, Sona isə daha daxili azadlığı yüksək olan insan idi. Yəni o azadlığa, yeniliyə açıq idi. Baxmayaraq ki, anası, atası deyirdi ki, yox belə olmaz, elə olmaz, eləmək. Amma o yenə də öz arzularının dalınca gedirdi. Yenə də o yeniliyi sınamağa çalışırdı. Əks halda məsəl üçün qızlar məktəbi ilə Sonanın belə bağlılığı olmazdı. Bu da həmin dövrdə tamamilə yeni bir anlayış idi və cəmiyyətin bunu qəbul edib eləməyəcəyi hələ böyük sual altındaydı. Düşünürəm ki, ümumiyyətlə Nurcahan xasiyyətinə görə biz bilirik ki, Nurcahan Rus-Azərbaycan dillərini bilirdi, savadlı xanım idi. Həm Nurcahan, həm Sona onlar ailədə savad alıb böyüdülmüşdülər. Hətta ailədə deyərdim ki, Hacı Zeynalabdin Tağıyev Nurcahana nəinki sevimli gəlini kimi yanaşırdı, o ona bir şəxsiyyət kimi hörmət eləyirdi. Hətta Nurcahan Ərəblinski Zeynalabdin Tağıyevin ticarət işlərində, manufakturalarında, hesablarında, yəni mühasibatlıq işlərində belə bu işləri aparırdı. Yəni əgər Tağıyev ona güvənməsəydi, bu işi ona həvalə eləməzdi. Və artıq bu insanın bu yanaşma tərzindən anlamaq olur ki, Nurcahan bacardıqca çalışırdı ki, hər şeyi diplomatik şəkildə həll eləyib, konfliktdən uzaq olsun. Burada paxıllıqdan əsər əlamət ola bilməz. Hətta mən deyərdim ki, Nurcahan çox sevinirdi ki, Sona o ailəyə gəlir. Çünki artıq Ərəblinskilərin ailəsinin ikinci adam bu ailədə olacaqdı. Eyni zamanda da Nurcahan Sonanı həm bacısı kimi, həm qızı kimi hardasa çox istəyirdisə, bacısının ona yaxın olması onu bir baxımdan rahat eləyirdi ki, idarə eləyə biləcək, bacısının hər hansısa bir problemi olsa, Nurcahan hər an bacısına kömək eləyə biləcək. Sadəcə olaraq istənilən sağlam, düşüncəli bir həyat yoldaşı kimi, onun üçün hər şeydən üstündə dayanan onun həyat yoldaşı ilə münasibətləri idi. Və o, nə olursa olsun, İsmail Tağıyevlə münasibətlərinin korlanmasını istəməzdi. Yəni, sanki Nurcahan Ərəblinski belə bir dilemma arasında qalmışdı ki, bir tərəfdə həyat yoldaşı, digər tərəfdə bacısının xoşbəxtliyi hansını ki, o çox istəyirdi. Həm də başa düşürdü ki, bir qadın olaraq da başa düşürdü ki, Sona artıq yaşı gənc olsa da, ağıl baxımından, düşüncə baxımından uşaq deyil. Bu qərarı verməyə ona kimsə məcbur eləməyib. O özü bunu istəyir. Demək ki, Hacıya hansısa hissləri var və Hacı Zeynalabdin Tağıyevi də insan olaraq tanıyırdı Nurcahan və bilirdi ki, bacısı bu insanla əmin əllərdə olacaq, yaxşı gələcəyi olacaq və belə deyək, güvənli yerdə olacaq. Və digər tərəfdən də əlbəttə ki, anasının, atasının buna qarşı çıxmağa, onların huzursuz olmağa, eyni zamanda da cəmiyyətin bu haqda nə deməyə, əlbəttə hər bir şey Nurcahanı huzursuz eləyirdi. Mənə elə gəlir ki, Sonanın Hacıda tapdığı həqiqi dəyər duyğusu idi. Bu idi Sonanı Hacıya tərəf çəkən. O ilk dəfə birinin yanında çərçivəsiz hiss eləyir, qadağalar yoxdur, daha rahatdır, daha çox dinlənildiyini hiss eləyir və bu duyğu onun üçün daha dəyərli gəlir. Məncə yox. Məncə yox, çünki Sona əgər azad olmaq istəyirsə, necə deyim, başqa insanlar da olub ki, hansı ki Sonanın yanına gəlib, Sona ilə izdivac üçün ailəyə elçi olaraq gəliblər, amma Sonanın seçimi məhz Hacıdan yana olubsa, demək ki, o öz duyğuları ilə hərəkət eləyib. Məncə, əsas maneəsi şablonların qırılması idi və təbii ki, ictimai qınaq idi. Məsəl üçün, o səhnələri izləyəndə tamaşaçılar da görə biləcək ki, Sona Tağıyeva ilə
Hacı Zeynalabdin Tağıyevin o ilk qığılcımlarının, sevgi qığılcımlarının yaranmasında görünür ki ilk başda onların bir-biri ilə sözü tutmağa başlayır. Çünki əslində yəni o yaşda insan üçün təbii ki, cavan qızlar çox idi, amma sona da demək ki, Zeynalabdin Tağıyevi cəlb eləyən gözəllikdən, gənclikdən başqa da savayı hansısa xüsusiyyətlər olub ki, o məhz həmin insanda dayanıb. Yəni ki, istəsəydi onun statusuna görə istənilən sayda gənc qızları o öz həyatına cəlb eləyə bilərdi, ailə də qura bilərdi, öz həyatını da yaşaya bilərdi. Amma demək ki, onda sonada hansısa işığı görüb ki, məhz deyib ki, yox, nə olursa olsun mən məhz bu xanımla ailə həyatı qurmaq istəyirəm və ondan sonra onların bir neçə övladının dünyaya gəlməsi də bunu göstərir ki, onlar əslində uzun illər yetərincə xoşbəxt olublar, yaş fərqlərinə baxmayaraq. Mən ümumiyyətlə düşünürəm ki, sona heç bir halda məqsədli şəkildə davranmayıb, xüsusilə də bu mövzuda. Bəli, sona hər şeyin fərqində idi, öz zahiri görünüşünün, 15-16 yaşa rəğmən əslində nə qədər donanımlı bir xanım olduğunun, amma bunu heç vaxt bir silah olaraq dəyərləndirməyib. Məncə iki insan arasında hər şey asan şəkildə baş verəndə dəyər duyğusunu göstərmək də asan olur. Amma əsas məsələ arada olan maneələr, problemlər onların bir-birinə verdiyi dəyərin göstəricisi olur. Məsələn, yəni iki nəfər bu maneələrə necə reaksiya verəcəklər? Bundan qaçacaqlar, səbəb gətirəcəklər, yoxsa mübarizə aparacaqlar? Və bu məsələdə ikisi də Hacı və Sona tək tərəfli bir mübarizə olmayıb. Hacı da, Sona da ən dəyərliləri ilə mübarizə aparıblar və əslində ikisi də bir-birinə həm özlərinə, həm də bir-birlərinə təsdiq ediblər ki, onlar həqiqətən bir-birlərinə dəyər verirlər və bu da insan faktorudur. Yəni buna görə aradakı rəqəmlər rol oynamamalıdır. Çox maraqlıdır ki, sizin verdiyiniz sual, yəni siz bu sualı ünvanlayandan sonra mən baxıram ki, bu məsələyə intriqa nöqteyi nəzərdən də baxmaq olardı. Amma belə bir ideya yox idi. Çünki düşünürəm ki, iki bacının arasında hansı intriqadan söhbət gedə bilər? Yəni burada rəqabət məsələsi yoxdursa. Əgər olsaydı, İsmail məsələn toya gəlməmişdi də, o da gəlməzdi. Amma o toy anında bacısının yanında olmağı seçirsə, demək ki, arada heç bir intriqanın, heç bir güc göstəricisinin müzakirəsi ola bilməz. Eyni zamanda da Sona başa düşür ki, yəni ki 15 yaşında onun rəfiqələri, dostları, böyük çevrəsi yoxdur. Bu insanın əsas çevrəsi anası, atası və bacısıdır. Anası ilə atası ona qarşıdır. Sonanın Nurcahandan başqa heç kimi yoxdur ki, o güc alsın, dəstək alsın. Hər bir halda bir insan kimi, bir bacı kimi əgər Sona Nurcahandan da bu dəstəyi alması, o axı heç bir baxımdan arxadayaq hiss eləməyəcək özünə. Yəni belə deyək ki, özünü hansısa baxımdan, mənəvi baxımdan yetim kimi hiss eləmiş olacaqdır. Onların münasibəti əsl bacı münasibəti idi. Yəni axı məktubda da vurğulayır ki, mən bütün duyğularımı ancaq səninlə bölüşə bilirəm. Həm də ki, Nurcahana bu məsələdə toxunan amillərdən biri odur ki, Nurcahan onsuz da ailə münasibətlərində yaralı idi. Çünki o ana ola bilmirdi uzun illər. Və baxmayaraq ki, həmin dövrdə digər həyat yoldaşları, məsəl üçün, əri arvadını qınaya bilərdi ki, sənin uşağın olmur, sən ana ola bilmirsən. Amma İsmail onu bunda hər zaman dəstəkləyirdi. Amma Nurcahan bu məsələdə İsmailin tərəfində dayana bilmirdi. Çünki bu tərəfdə onun bacısı da var idi. Və hardasa analıq instinktini övladlarına qarşı yaşaya bilməyən Nurcahan ən azından bunun katarsisini bacısı ilə eləməyə çalışırdı. Və deyirdi ki, mən bacımın yanındayım, mən bacıma dəstək olmalıyam. Ən azından o bilməlidir ki, mən həmişə onunlayam.
o məktuba qədər Nurcahan bəlkə də hardasa düşünürdü ki, bacısı gəncdir, bəlkə hansısa simpatiyası olub, həvəsə düşüb Hacı Zeynalabdin Tağıyevlə bağlı, bəlkə bir o qədər qətiyyətli deyil, bəlkə hansısa şansı var ki, bu məsələni yenə də az əvvəl də dediyim kimi konfliktsiz, diplomatik həll yolu ilə həll edib, hər kəsdən gözəl ünsiyyət, münasibət saxlamaq. Amma bu məktubdan sonra artıq başa düşür ki, bacısı öz qərarını verib və bacısı hansı qərarı veribsə, Nurcahan bir böyük bacı olaraq onun yanında dayanmalıdır. Amma digər tərəfdən də axı onun həyat yoldaşı İsmail Tağıyev var. Əslində bu situasiyaya iki prizmadan baxmaq olur. Bir tərəfdən İsmail həyat yoldaşının yanında olub dəstəkləməli idi onu və düşünməli idi ki, böyük bacı olaraq onun günahı nədir əgər Sona Tağıyeva, o kiçik bacısı artıq öz qərarını veribsə. Amma eyni zamanda da axı İsmail üçün də bu önəmli bir amil idi. Çünki burada söhbət onun dost doğma atasından gedir və özünün təsir gücü atasına belə deyək ki, çünki o atasından oğul obrazındadır, yəni ki, ata obrazında deyil ki, əmr eləsin və burada fikirləşir ki, axı sən mənim həyat yoldaşımsan, sən onun böyük bacısısan, ən azından sən təsir eləyə bilərdin. Və Nurcahan da dilemma qarşısında qalır ki, axı mən necə təsir eləyə bilərəm? Onun axı seçimidir. Mən bir bacı olaraq onun yanında olmalıyam. Və əslində belə amil onların get-gedə münasibətlərinin soyumağına, onlar əslində bir-birini sevərək ailə qurmuşdular. Bu hansısa emosional, belə deyək, partlayış əsasında olan bir hisslər, bir izdivac deyildi. Bu iki nəfərin bir-birini görüb, sevib, xəsiyyətlərini bəyənib, uyğunlaşaraq, yəni həm hisslərlə, həm də əqillə qurulan bir izdivac idi. Nə ki, əslində çox güclü bir izdivac idi. Lakin görünür ki, belə güclü izdivacların da sonu gəlirmiş. Çünki bu məsələ artıq bunu büdrədən əsas amillərdən biri idi. Mən düşünürəm ki, bəlkə də Nurcahan hər bir halda bacısının yanında dayanardı. Bəlkə də belə bir situasiya qura bilərdi ki, harda İsmail Tağıyeva bu məsələnin əslində onun üçün də sərfəli olduğunu göstərsin. Necə bilmirəm, o manufakturaları ilə Nurcahan məşğul idi, mənim xəbərim yoxdur hesabat işlərindən. Amma yəni onu necəsə qura bilərdi ki, izah eləyib, inandıra bilərdi ki, öz həyat yoldaşına ki, əslində onların ailə qurması Hacı ilə sənin atanın daha xoşbəxt olmasına, bu da gələcəkdə onun biznesinin çiçəklənməsinə bir çox amillərə gətirib çıxaracaq. Bu bizim gələcəyimiz üçün də yaxşıdır və belə baxımdan. Həm də ki, sən atanın ailə quracağı həyat yoldaşını bilmirsən kimlə ailə quracaq. Amma burada sən bilirsən ki, mənim bacımdır, hansı ailədəndir və istər-istəməz ailə nüfuzuna görə, bir çox amillərə görə sən buna görə sevinməlisən. Mən düşünürəm ki, onlar bir-birlərini tamamlayırlar. Yəni, necəsə yenə də tarixi faktları nəzərə almasaq, bizim dramaturji yanaşmanı da bir kənara qoysaq, sadəcə ikisini düşünsək, Hacı və Sona, mən başqa cür düşünə bilmirəm. Olub. Başlayasan bəlkə istəyirsən. Mən danışa bilməyəcəm, çünki o an mənim üçün belə isterik idi də. Demək, çəkiliş günlərindən biridir və bizim çəkilişimiz çox uzanır, artıq gecə saatlarına qədər uzanır. Hər kəs yorulub. İsti vaxtlardır, belə deyək, tarixi kostyumlardır. Hər kəs işləyib bütün günü, çox yorulmuşuq və bir səhnə çəkirik və bu səhnədə də masa arxasında bütün ailə oturub. Sona Tağıyeva, Zeynalabdin Tağıyev, onların münasibəti hələ heç başlamamışdı. Yeni ilkin qığılcımlar başlayan ərəfələr idi. Və hansısa söz deyildi. Bizi elə gülməyə tutdu ki, biz bəlkə 1-2 saat gülüb özümüzə gələ bilmirdik. Çünki bilinirdi ki, biz o qədər yorğunuyduq ki, bu belə deyək, yorğunluğun özünü gülüş vasitəsilə çıxarmasıydı ki, biraz psixika dincəlmiş olsun. Maraqlı an, ilk çəkiliş günü deyə bilərəm ki, mənim üçün maraqlı idi. Hətta belə deyim, mistik gəlir mənə. Biz İçəri şəhərdə çəkiliş edirik. Deməli, hər şey tamamdır və son toxunuşlar olur.
bir nəfər məsələn əlcəyi geyindirir, bir nəfər saçı düzəldir, qrimi düzəldir və biz müzakirə eləyirik hər kəslə ki, geyim necə qəşəngdir, qrim necə uyğundur, saç necə uyğundur filan. Birdən-birə belə müzakirə elədiyim halda birdən-birə çox qəribə oldu ki, mən belə sanki birdən-birə özümə çəkildim, ya mən o an hiss elədim ki, mən ordayam, amma Sən sanki o dövrə getdin. çox qəribə hiss elədim özümü. Oradan çıxdım, getdim bizim qrim otağına. Pərviz müəllim oradaydı. Pərviz müəllimə deyirəm ki, Pərviz müəllim, mən bayaq belə bir an yaşadım və bu mənə çox qəribə hiss elətdirdi. Bu mənim üçün yadda qalan anlardan biri idi deyə bilərəm.